Rüqayyə çox sevindi. Şüşədən çölə baxıb sevinərək dedi ki, "A, nə gözəl qar yağıb." Bağladı şərfini, geyindi paltarını. Seyr eləmək istədi bu ilin ilk qarını. Çıxdı evdən bayıra, oynamağa başladı. Yerdə qalan qar ilə qardan adam düzəltdi, parkdakı uşaqlar ilə. Yorulub oynamaqdan evə dönmək istədi. Yolda bir qadın gördü, üşüyürdü soyuqdan. Elə bildi xəstədir, tez ona yaxınlaşdı. Gördü qadın ağlayır, elə nalə çəkir, ürəyini dağlayır. Əlindən tutub dedi, "Ağbirçək nənəyə, sən niyə ağlayırsan? Axı biz sevinirək bugün qar yağıb deyə." Nənə sildi gözünü, açıb ürəyin dedi. Mənim 20 yaşlı, gözümün ağ-qarası bircə nəvəm var idi. Onu müharibəyə yolladım. 4 ay öncə. Bir ay əvvəl nəvəmdən xəbər gəldi, bir gecə. Komandiri dedi ki, sənin qəhrəman nəvən şəhidliyə ucalıb, amma tapa bilmirik. Qarın altında qalıb. Mən həmin gündən sonra hər gün dua edirəm, yalvarıram Allaha. Nə olar, eşit məni, bir daha qar yağdırma. Bircə istədiyim var, günəş doğsun hər yerə. Qış çevrilib yaz olsun, ərisin qarlı dağlar. Mənim balam tapılsın. O sözləri eşidən Rüqayyə çox pis oldu. Utandı sevinməyə, küsdü ömürlük qara. Bir daha qoşulmadı parkdakı uşaqlara.